Cruises.az-ın dəyərli dostları, müştəriləri MSC World Europe gəmisində 6-cı mərtəbə bu cür məşhur çılçırağı ilə yadda qalır və eləcə də istər günorta saatlarında, istər axşam saatlarında gəzişib müxtəlif əyləncəli vaxt keçirə biləcəyiniz yerlərdən biridir. Həmən 6-cı mərtəbədə sizi burada MSC-nin ekskursiya şöbəsi qarşılayır. Diğer videolarda da qeyd etdiyim kimi, əgər ki daha əvvəldən almamışsınızsa, ekskursiyaları burada yaxınlaşıb ala bilərsiniz. Burada müxtəlif istiqamətlərdə hansı ekskursiyaların olduğu öz əksini tapır və buradakı əməkdaşlar sizə köməklik eləyirlər. Əgər almamışsınızsa, sonra həmən Dolce Vita bardır. Müxtəlif dünya keyfiyyətli içkiləri əldə edə biləcəyiniz hola belə bir gözəl bir məkan. Və qarşıda da canlı musiqilərin ifa olunduğu bir səhnə. Və bu şəkildə əmin olun ki, axşam asudə vaxtınızı çox daha rahat bir şəkildə belə bir məkanda keçirə bilərsiniz. Altıncı mərtəbə olaraq ən sıx olan mərtəbələrdən biridir ki, kifayət qədər çox diğer videolarda qeyd etdim, təxminən maksimum tutum 7000'e yaxın tutumdu. Onun üçün də mütləq ki çox insan var. Axşamları buradakı LED ekranda müxtəlif janrda bu cür bu LED bir ekrandır tavanda. 7-ci mərtəbədə burası 6, 7-ci mərtəbədə özəl restoranlar var. Meksika mətbəxi olsun, Yunan mətbəxi olsun, bir çox mətbəxdən olan özəl restoranlar var. İstərseniz bir çıxaq və oradan mən sizə o şəkildə şey deyim və restoranları görün. Əlavə ödənişləndir. Yəni sizin haqqınız olan belə deyək, ödədiyiniz pula daxil olan açıq bufet və özəl alikart restorandan başqa əlavə ödənişlə buradakı özəl restoran və kafe barlardan əlavə ödənişlə gəlib siparişinizi verib yeməklərinizi yeyə bilərsiniz. Batşıskatdır. Dünyaca məşhur ət restoranı. Və Japon mətbəxi. Təkrar edirəm, bu 7-ci mərtəbədir. Burada isə müxtəlif şeylərdən satın ala bilərsiniz. Bax belə, çox möhtəşəm bir gəmidir. Mütləq ki, bu səyahətlərinizdə bir dəfə də olsa bu tip gəmilərdə mütləq olun və ən gözəl doğru seçimi də bizdən alın.